Hər kəsə salam. Bugün uğurla başa çatdırdığımız bir narkotik cinayətindən bağlı, daha doğrusu hüquqlarını müdafiə etdiyimiz şəxsin bəraət verici əsaslarla barəsində işə xitam verilməsindən bağlı danışmaq istəyirik. Şəxs taksi sürücüsü idi. Ona öz qonşusu müraciət edir ki, bəs hava yağmurlu olduğuna görə mobil tətbiq üzərindən, Bolt üzərindən sifariş verə bilmirəm. Taksi sürücüləri imtina verir. Bəs məni ünvana apar, oradan bağlamanı götürək, evə gələk, mən sənə bu əziyyətin qarşılığında müəyyən yüksək məbləğdə pul ödəyəcəm. Bu da təbii ki, belə deyək, az gəlirli bir şəxsdir, əlavə iş olaraq taksi fəaliyyəti ilə məşğul olur. Bununla razılaşır və qonşusunu həmin ünvana apardıqda baxırlar ki, artıq əvvəlcədən qurulmuş bir əməliyyat var. Polis əməkdaşları da onları həmin yerdə saxlayır, onlarla çəkiliş aparırlar, narkotik vasitələr aşkar olunur və s. və ilaxır. Biz işə qoşulanda iki istiqamətdə iş aparmağa başladıq. Bir, bu taksi sürücüsünün o işə qoşulmazdan əvvəl, yəni sifarişə çıxmazdan əvvəl əsas o taksini sifariş edən qonşusunun mobil tətbiq vasitəsilə, yəni Bolt vasitəsilə verdiyi sifarişləri aşkarladıq. Bu məqamın doğru olduğunu təsbit etdik və İşimizin bir istiqamətini bunun sübuta yetirilməsi istiqamətini apardıq. Digərini isə şəxsin yazışmalarında, danışıqlarında, WhatsApp zənglərində hər hansı narkotik vasitə satıcısı ilə, narkotik vasitə daşıyıcısı ilə bir əlaqəsinin olmadığını sübuta yetirməyə çalışdıq. Və bizim qarşı tərəfdə, belə deyək, ona taksini sifariş edən şəxs də öz ifadəsində bildirdi ki, onun heç bir məlumatı yox idi, sadəcə taksi kimi iştirak edirdi. Biz bütün bu məqamları toplayaraq hüquqlarını müdafiə etdiyimiz vətəndaşın xeyrinə istifadə etməyə nail olduq və cinayət işinin belə deyək, bəraət verici əsaslarla xitamını təmin etməyə nail olduq. Bu cür pozuntulardan rastlaşdığınız hallarda sizə də tövsiyəmiz ondan ibarətdir ki, peşəkar hüquq xidmətdən faydalanan vəkillərə müraciət edin və bunu mümkün qədər tez həbsdən, saxlanılmadan dərhal sonra etməyə çalışın ki, sonradan sübutların toplanması üçün, onların uğurlu istifadəsi üçün vaxt itirməyəsiniz, gec qalmayasınız. Hər birinizə işlərinizdə uğurlar arzu edirik.